Bismillahirrahmanirrahim. Peyman və dostluqda vəfasızlıq çox pis bir şeydir. İmam Əli əleyhissalam peyman və dostluqda vəfasızlıq edənlər barəsində buyurmuşdur. Vəfasızlara vəfa etmək Allaha vəfasızlıqdır. Vəfasızlara vəfasızlıq etmək isə Allaha vəfa etməkdir. Çünki öz əhd peyman və dostluğuna vəfa etməyən kəs Allahın göstərişinə əməl etməyib. Allahı həmd eləyib öz izzət cəlalına bizləri peyman və dostluqda vəfalı olanlardan qərar versin. Amin. İnşallah.